Uşaqkən məktəbdə bufetdən aldığımız o məşhur kətələrdən hazırlayırıq. Kim deyər bu kətələri neçəyə alırdıq? Mənim yadımdan çıxıb, əgər bilən varsa kommentdə mütləq qeyd etsin. Keçək hazırlamağa. Bir qaba maya, şəkər tozu, 1 stəkan ilıqdan biraz isti su əlavə edirik. Üzərini örtüb mayanın aktivləşməsini gözləyirik. Sonra elə həmin qaba ilıqdan biraz isti süd, yarım stəkan şəkər tozu, 3 yumurta, əridilmiş kərə yağı, 3 qaşıq qatıq, 3 qaşıq xama, vanil əlavə edib çırpıcı ilə qarışdırırıq. 10 stəkan un da əlavə edib xəmirimizi yoğururuq. Unun miqdarı dəyişkənlik göstərə bilər, ehtiyatla əlavə eləyin. Xəmiri acımağa qoyub içliyimizi hazırlayırıq. Qaba stəkan yarım un, yarım stəkandan biraz az duru yağ əlavə edib ovuruq. Ən son şəkər tozu, vanil, sarı kökünü əlavə edirik. Dəzgaha biraz un səpib xəmirin havasını alırıq və 3 hissəyə bölürük. Bir qədər gözlədib yayırıq. Kvadrat forması verib üzərinə yağ çəkirik və içliyimizi səpirik. Üst-üstə qatlayıb təxmini 3 barmaq qalınlığında kəsirik. 10-15 dəqiqə üstü örtülü şəkildə gözlədirik. Kətələrin üzərinə yumurta, süd qarışımı çəkib 200 dərəcədə isitdiyimiz sobada bişiririk. Hər kəsi uşaqlıq dönəmlərinə qaytaracaq bu kətələri mütləq hazırlayın.